Heç sizə yastıq hədiyyə edən olub? Mənə oldu. İlk dəfə məndə görəcəksiniz. Bu yastığın içində deyəsən nələrsə var. Açıb baxaq. Nələr var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Tam 10 dənə Mizonun üst təmizləmə salfeti çıxdı içindən. Mizonun PR qutusu belə olar. Bu üst təmizləmə, makyaj təmizləmə salfetlərini o qədər sevirəm. İstəyirəm ki, sevdiyimi hər kəs istifadə eləsin. Çünki həqiqətən ən çox bəyənilən, ən çox sevilən 3-4 məhsuldan biridir. Bakıda satışı yox idi, amma dedi niyə də olmasın, gətizdirdiyi Bakıya. Bu salfeti mənə Koreyadaykən Mizon özə təqdim etmişdi. Yoxlamaq üçün və incitmədən makyajı bir dəfəyə təmizləyir və tərkibinə görə üzü yumuşaq edir. Çünki tərkibində 4 ədəd təbii yağlar var. Bir paçka sizlə uzun müddət gedəcək. Bir dənəsi bəsdir ki, siz bütün makyajı təmizləyə biləcəksiniz. Qapağı açıldıqdan sonraki istifadə müddəti tam 3 aydır. Aslında çıxardırıq. Yalnız bir tərəfi ilə makyajımı silirəm. Başqa sözə ehtiyac yoxdur məncə. Bəzi məhsullar var ki, onları sözlə ifadə etməyə ehtiyac yoxdur. Sadəcə göstərərək siz o məhsulu tanıda bilirsiniz. Yalnız bu hissəsi ilə sildim. Digər hissəsi hələ təmizdir. Üzümün bir tərəfinin makyajını artıq təmizlədim. Baxa bilərsiniz. Və oradan da göründüyü kimi üzümdəki parlaqlığı görürsünüz. Bu onun tərkibində olan yağlara görədir. Dərini qurutmur, dərini nəm saxlayır və makyajı bir dəfəyə təmizləyir. Üzdəki parlaqlığı məncə deməyə heç bir ehtiyac yoxdur. Belə başladıq, belə bitir. Ancaq buna dəyər. Qapağını ki bağlayırıq, saxlayanda üzü aşağı saxlayırıq ki, məhsul hər zaman nəmli qalsın.